Hüseyn Cavidin İblis əsəri ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlış fikirləri seçməli. 1. Arif yer üzündəki zülmləri görməmək üçün Allahdan onu göylərə qaldırmasını istəyir. Qaldır məni ta görməyim insandakı zülmü, bax yer üzü inlər. Bu doğru fikirdir. 2. İxtiyar şeyx Arifə qəlbindəki nifrəti və qəzəbi boğmasa, özünü məhv edəcəyini bildirir. Arif, unut oğlum, unut artıq, bəni dinlə, sən kəndini məhv eləyəcəksən bu gedişlə. Bu da doğru fikirdir. 3. Arif və Rəna meşədə haydutlarla qarşılaşanda onların köməyinə Vasif gəlir. Bu yanlışdır. Vasif yox, Elxan gəlir. 4. İbn Yəmin Rənanı atasının qatilini tapacağına inandırır. Doğru fikirdir. 5. Arif yoldaşı olan Sərrafı öldürüb qızıllarını ələ keçirdiyini etiraf edir. Bəli, Rənaya etiraf edir. Doğru fikirdir. 6. İxtiyar şeyx Xavərin qatilindən intiqam almaq üçün İbn Yəmindən kömək istəyir. Bu yanlışdır, belə bir şey yoxdur. Deməli, doğrudan doğru fikirlər 1, 2, yanlışda yanlış fikir 6. Cavabımız 1, 2, 6 variant olaraq verməlidir.